O sınaq, o da onun sınağıdır da. Ər tərəfindən. Ana var, bala tərəfindən sınağa çəkilir. Ana var, qızı tərəfindən sınağa çəkilir. Qız var, ana tərəfindən sınağa çəkilir. Ailə də var, qadın əri tərəfindən sınağa çəkilir. Zülm verir, məsləhətinə şükür. Sən nə qədər şüküründə qalarsansa, o zülm sənə cənnətə çevirilər. Yox, nə qədər iddiada qalarsansa, qəzəbni uda bilməzsənsə, təmkinlə davranmazsansa, cəza yaşayacaqsın, bəli. Sən indi kişini zülm verən, bəlkə sənin o qədər səhvin var ki, bir özündəki o, qəlbindəki o çirkəbları çıxart gör, harda səhv eləyibsin. Zülm elə belə yaşadılmır adamı. Mənə zülm yaşadıldı başqalarınla, başqa insanlarla. Tənələr haqqında o qədər təptəlandım ki. Evimdə ixtiyarım yox idi oturmağa. Zülm verirdilər mənə. Dəhşətlər yaşadırdılar mənə. Elə bilirdim mən səhvsizəm. Amma gəlib oxuyanda gördüm ki, yox, mən böyük günahlara yol vermişəm. Sən də fikirləş gör, harda səhvə yol verirsən. İnsana elə belə zülm verilmir. O zülm sənin hardasa etdiyin səhvlərin əvəzidir. Mən qınaqdan 4 metrlik yerdən çırpıldım yerə. Haqqına qınamışdım. Sən onu haqqına qınadın, cəzan olacaq. Və bütün bunları sizə görə Allah Teala mənə yaşadır ki, mən bugün gəlib sizə bunları danışım ki, özümdə axtar səhvi. Zülm yaşayırsansa, özümdə axtar.